Azərbaycan Respublikasının Prezidenti Zat Aliləri İlham Əliyev cənablarına Bakı Elektroştam Asıq Səhmdar Cəmiyyətinin kollektivi adından Yeni Azərbaycan Partiyasının üzvü, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon şöbəsi, Bakı Elektroştam Asıq Səhmdar Cəmiyyət Təşkilatının sədri, icraçı direktor Ramiz Əhmədoğlu tərəfindən video müraciət. Cənab Prezident, milli öndərimizin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi dövründə Nurəddin müəllim Zülfüqarlı o zaman Rusiyada biznes fəaliyyətinə məşğul idi və ulu öndərimizin çağırışına səs verərək öz biznes fəaliyyətini Azərbaycana daşıdı və birlik müəssisəsi yaradaraq Azərbaycanda ilk dəfə olaraq metal məmulatları istehsalına başlamışdır. 2002-ci ildə milli öndərimiz, mərhum prezidentimiz Heydər Əliyev cənabları tərəfindən sahibkarlarla görüş zamanı Bakı Elektroştam Asıq Səhmdar Cəmiyyəti Nurəddin müəllim Zülfüqarlıya verilmişdir. 2002-ci il may ayında biz Bakı Elektroştam Asıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlayandan sahibkarımız tərəfindən 10 milyon dollara qədər sərmayə qoyulmuşdur. O zamanki Asıq Səhmdar Cəmiyyətinə biz daxil olarkən zavod bərbad haldaydı. Heç bir infrastruktura, heç bir kommunikasiya xəttləri işləmirdi. Dəzgahlar bərbad haldaydı, sexlər bərbad haldaydı. Zavodun inzibati binası pis haldaydı. Biz milli öndərimizin göstərişinə ruhlanaraq zavodun abadlıq işlərinə məşğul olduq. Yeni inzibati binanın qurulmasına nail olduq. Sex və sahələrdə təmiz işləri görüldü. Yeni avadanlıq parkları yaratdıq. Yeni dəzgah parkları yaratdıq. Yeni dəzgahlar alındı. 500 nəfərə qədər işçi çalışdırmağa başladıq. Qısa zaman ərzində yeni sifarişlər qəbul elədik. Bakı Elektroştam Asıq Səhmdar Cəmiyyəti əsasən Bakı Kondisionerlər Zavodunun bazası əsasında, yəni kondisionerlərin presforma və ştampları ilə onun istehsalı ilə məşğul olurduq. Biz yeni sifarişlər qəbul etməyə başladıq, yeni istehsal sahələri yaratdıq. Zavodumuzda qeyri-standart qavadanlıqların istehsalına başladıq. Yeni dəzgah xətləri yığmağa başladıq, yəni boru xətləri yığmağa başladıq. Zavodumuza xaricdən galvaniza dəzgahları gətirdik. Yəni galvanizasiya sifarişləri qəbul elədik, misləmə, sinkləmə və xromlama işləri görməyə başladıq. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sifarişlərini qəbul elədik. Elektrovozların hissələrini zavodda istehsal etməyə başladıq. Neft ayırma zavodları ilə sifarişlərimiz oldu. Onların sifarişlərini yerinə yetirməyə başladıq. 500 nəfərə qədər işçi çalışmağa başladı. İşçilərin əmək şəraitlərini yaxşılaşdırdıq, sosial vəziyyətlərini yaxşılaşdırdıq. 2005-ci ilin dekabr ayında sahibkarlarımız Nurəddin müəllim Zülfüqarlı və onun qardaşı Loğman müəllim Zülfüqarlı naməlum səbəblərdən həbs olundular. Bakı Elektroştam Asıq Səhmdar Cəmiyyətinin səhmlərinin 80%-ni, Bakı Polad Döhüm Asıq Səhmdar Cəmiyyətinin 80%-i bir gün içindən alınaraq Lerik rayon sakini Gəray Məmmədovun adına rəsmiləşdirdilər və sahibkarlarımızı azadlığa buraxdılar. Buna rağmen sahibkarlarımız yenidən öz fəaliyyətlərinə başladılar. 2011-ci ilin yanvar ayında Rasim Məmmədov adlı şəxs başında 15 nəfər adam olmaqla Bakı Polad Döhümə Asıq Səhmdar Cəmiyyətinə iclas gedə-gedə daxil oldu və dedi ki, bu zavod mənimdir, mən almışam bunları. Siz hər nəyiniz var qoyub çıxmalısınız. Getməyəcək təqdirdə həbs olunacaqları barəsində təhdidlə bizi şantaj etməyə başladı. Və bunun nəticəsi olaraq sahibkarımız Nurəddin müəllim Zülfüqarlı və Loğman müəllim Zülfüqarlı mühacir etmək məcburiyyətində qaldılar. 2012-ci ildə biz məhkəməyə müraciət etdik. Məhkəmə Rasim Məmmədovun təhdidi
nəticəsində ədalətsiz qərar çıxartdı. Məhkəmənin gediş ərəfəsində bizə aydın oldu ki, bir gün içində Gəray Məmmədovun adından səhmlər alınaraq Bakı Stil kompaniyanın adına keçirilmişdir. 2011-ci ildən bu tərəfə cənab prezident bizim istehsal sahəmiz dayandı. Heç bir investisiya qoyuluşu olmadığına görə işçilərimiz işsiz qaldılar, dağıldılar. Zavodumuz bərbad hala düşdü, sexlərimiz dağıldı. Onun nəticəsi olaraq bildiririm ki, indi bu saata qədər də bizim işığa olan borcumuzu ödəyə bilmirik. Əmək xəsarəti alanların məvaciblərini verə bilmirik. Sizdən kömək istəyirik, cənab prezident. Siz həmişə sahibkarlara qarşı qayğınız, diqqətiniz çox yüksək dərəcədə olubdur. Biz sizin seçkilərinizdə kollektivimizin adına çox fəal iştirak etmişik. Biz Azərbaycanın dinamik gəlişən bir dövlət kimi görürük və onun davamını istəyirik. Bunu da bugün hər birimizə, bütün əksər Azərbaycan vətəndaşlarına məlum olduğu kimi ancaq İlham Əliyev cənabları yerinə yetirə bilər. Çünki başladığı iş bünövrəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu siyasi kurs davam etdirilir. Bizim də vətəndaş kimi hər birimizin borcudur ki, ona dəstək olar. Gələcəkdə də bütün işlərində dəstək olar. O, bu siyasi kursu sona qədər davam etdirsin. Sizin son çıxışlarınızdan, son qanun fərmanlarınızdan ruhlanaraq sizə müraciət edirik ki, sahibkarlarımız geri qayıtsın, iş yerlərimiz təzədən bərpa olunsun. Sizdən xahiş edirik, kömək edəsiniz, yardım edəsiniz. Kollektivimiz daha da bir yerə yığışsın, yeni istehsal yerlərimiz açaq, işsizlərimizin sayı azalsın. Biz sizin xarici və daxili siyasətinizi bəyənirik. Verdiyiniz bütün qərarlar, fərmanları alqışlayırıq və əminik ki, bizim müraciətimizi nəzərə alıb bizim kollektivə yardım edəcəksiniz. Göydə Allah, yerdə siz deyib, sizə müraciət edir, cənab prezident. Yardım edin, kömək edin bizə. Diqqətinizə görə təşəkkür edirik. Mən 84-cü ildən Bakı Elektrik Zavodunda kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişəm. 2001-ci ildə vəziyyət lap pis olanda 2002-nin əvvəlində Nurəddin müəllim gəldi. Zülfüqarlar qardaşları gəldi. Gələndən sonra zavod daha fəaliyyətini daha da yaxşı davam elətdirdi. Maaşlar, çoxlu pullar, maaşlar tökülüb qalmışdı. Hamısını verdilər. Zavod təmir olundu. Yeməkxanada fəhlələrə pulsuz yemək verildi. 2002-ci ildə köhnə borclar var idi, UVC alanlar var idi, xəsarət alanlar. Hamısı ödənildi. Çox gözəl yaşayırdıq, firavan yaşayırdı fəhlələr. 2005-ci ildən birdən-birə nəsə zavoda hücum olundu. Nurəddin müəllimgili zavoddan nəsə uzaqlaşdırdılar. Belə-belə get-gedə zavod fəaliyyətini daha da zəiflətdi. 500-600 adam işləyirdi. Get-gedə zavod fəaliyyətini dayandırdığı üçün işlər daha da pisəlməyə başladı. 2011-ci ildə isə zavod tam fəaliyyətini dayandırdı. Bütün o köhnə işçilər mənə görəndə deyirlər ki, nə oldu, zavod nə vaxt açılacaq? Biz işsiz qalmışıq, hamı gözləyir. Prezidentdən xahiş edirik, bütün fəhlələri, yəni işsiz qalan bütün fəhlələri bir yerə yığmaq üçün bizə kömək eləsin. Yəni zavod fəaliyyətini davam elətdirsin. Prezidentin qərarından sonra biz çox ürəklənmişik, bütün hamısı. İstəyir fəhlələr də istəyirdi gəlib danışsınlar, amma dəvət eləmədik onları. Belə bilsək, hamısı sizə müraciət edir ki, zavodu işlədin. İşsizlər hamısı işsiz qalıb, bütün fəhlələr. 500-600 adam buradan əmək qalırdı. Hörmətli cənab prezident. Mən Musayev Adilxan Binnətoğlu 2007-ci ildən 2011-ci ilin yanvar ayına dək Bakı Polad Döyünmə Açıq Səhmdar Cəmiyyətində baş menecer vəzifəsində işləmişəm. Məlumat üçün bildirim ki, Bakı Polad Döyünmə Zavodunun Zülfüqarlı qardaşlarına özəlləşdirməyə verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sərəncamı əsasında, göstəriş əsasında baş vermişdir. O zamanlar Bakı Polad Döyünmə Açıq Səhmdar Cəmiyyətə çevrilməmişdən qabaq kənar təşkilatlara, öz işçilərinə milyonlarla borcu olan bataqlıq içində qalmış bir zavod idi. Zavod özəlləşməyə verdikdən sonra ilk öndə Nurəddin Zülfüqarlı və Loğman Zülfüqarlı birinci olaraq işçilərin köhnə əmək haqlarını ödəməyə başladılar və qısa bir vaxtda digər borcları da sıfıra çatdırdılar.
Bu müddət ərzində zavodun istehsal binalarına uyğun olaraq planlı şəkildə yeni layihələr işlənib hazırlandı və bu layihələrin alınan avadanlıqlar Avropaya, elə hətta Amerikaya sifariş verildi. Avadanlıqlar hazır olduqdan sonra zavoda gətirildi və qısa vaxt ərzində bu avadanlıqlar quraşdırıldı. Bakı Polad Döymə Açıq Səhmdar Cəmiyyətində müasir metallurgiya kompleksi yaradıldı. Dünya standartlarına uyğun olaraq məhsullar istehsal edilməyə başladı. 708-ə qədər iş yerləri artdı. Fəhlilərin sosial və maddi durumları daha da yaxşılaşdı. İşçilər pulsuz yeməklə, xüsusi geyimlərlə təchiz olundular və böyük canlanma zavodda böyük canlanma baş verdi. Sahibkarlar zavodun gələcəkdə daha da rentabelli işlənməsi üçün bir neçə variant irəli sürdülər. Bunlardan biri də zavodun öz ərazisində quraşdırılacaq böyük məhsullarlığa malik armatur xəttinin istehsal olunması ilə əlaqədar idi. Və bir il ərzində demək olar ki, bu plan da həyata keçdi və 2005-ci ildən başlayaraq yeni armatur xətti artıq zavodun arasında montaj edilməyə və quraşdırılmağa başladı. Lakin 2005-ci ilin dekabr ayında naməlum səbəblər üzrində sahibkarlardan Nürəddin Zülfüqarlı və Loğman Zülfüqarlının başına torba keçirilərək onlar həbs edildilər. Sahibkarlar 3 ay həbsxanada qaldılar. Həbsxanadan çıxandan sonra bizə məlum oldu ki, Bakı Polad Döymə Açıq Səhmdar Cəmiyyətinin və Bakı Elektroşikan Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 80%-i onların əllərindən alınmaq müqabilində onlar azadlığa buraxıldılar. Zavodlar demək olar ki, dayanmışdı. Sahibkarlar öz göstərişlərini verdilər ki, bundan sonra zavod daha da sürətlə işləməlidir, daha yüksək nailiyyətlər əldə etməliyik. 3 ay ərzində əlavə investisiya qoymaq şərtindən zavod demək olar ki, əvvəlki vəziyyətinə qayıtdı və artıq tam istehsal gücü ilə işləməyə başladı. Hər ay təhsil İran İslam Respublikasına 6-7 min tona qədər prakat məhsulları göndərirdik. İlk valyuta Respublikamıza gəlməyə başladı. Zavod artıq daha böyük gəlirlər, uğurlar əldə edilmək üçün yeni planlar üzərində işlədi. Bunlardan biri də fasonlu töhmə istehsalı zavodda oldu ki, hansı ki, bir neçə milyon vəsait hesabına fasonlu istehsal sahəsi mənimsənildi. Burada neft və qaz çıxarma avadanlıqları üçün armaturların tökmə istehsalı mənimsənildi və sınaqdan çıxarıldı. Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq prakat xətlərində istifadə olunan valların istehsalı mənimsənildi və qısa vaxtda bütün zavodlarımız həmin vallarla işləməyə başladı. Digər bir plan isə əlavə yüksək gərinlik xəttinin çəkilməsi planı oldu və qısa vaxtda 1 milyondan yuxarı xəstəklərə bu kabel xətti də çəkildi. 2010-cu ilin dekabrın ortalarında Bakı Stil kompaniyanın rəhbəri Rasim Məmmədov öz başının dəstəsi ilə zavoda daxil oldu. Loğman Zülfüqarlıya göstəriş verdi ki, burada təcili iclas keçirilməlidir. Loğman Zülfüqarlı buna etiraz edəndə o dedi ki, bu yuxarının göstərişidir. Bu iclas mütləq baş tutmalıdır. Nəhayət iclas çağırdıq. Rasim Məmmədov və onun başının dəstəsi israrla dedi ki, biz yuxarının göstərişini həyata keçiririk. Bu gündən etibarən zavodun rəhbərliyi idarə etməsi bizim əlimizə keçir. Siz buranı tərk edib getməlisiniz. Siz əgər getməsəniz, o sahibkarları həbs olunmağı ilə təhdid elədi. Loğman Zülfüqarlı əgər bu yuxarı məmurların qərarısa, mən dövlətin əleyhinə getmərəm deyərək pencəyini götürüb zavoddan getdi. 2-3 gün sonra Türkiyəyə mühazirət etdi. Bu müddət ərzində bizə də böyük təzyiqlər oldu və deyim ki, artıq bir neçə gün içərisində Bakı Stil kompaniya öz işçilərini gətirib bütün hər yerdə yerləşdirdi. Bizi sıxışdırdılar. Zavod əlimizdən alınandan sonra zavodun deməli ambarında çox böyük miqdarda 45 min tondan yuxarı xam mal var idi. 3-4 milyona qədər əritmə komponentləri var idi. 60-70-dən yuxarı avtonəqliyyat orada qaldı, hansı ki, bəzi avtonəqliyyatlar gömrükdən təzədə keçmişdi. Bizi zavoddan uzaqlaşdırandan sonra 5-6 ay ərzində zavod həmin komponentlərlə, həmin metalında çox sürətlə işləməyə başladı. Metal qutarandan sonra artıq zavodun öz inkişaf sürəti aşağı düşdü və tezliklə zavod bağlamaq məcburiyyətində qaldı. Bu müddət ərzində biz dəfələrlə
həmin qanunsuz hadisə barədə Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirlərinə teleqramlar vurduq, müraciətlər elədik. Bu barədə işlər toplanıb məhkəmələrə müraciət elədik. Lakin təəssüflər olsun ki, məhkəmələr həmişə ədalətsiz qərar çıxartdılar. Hörmətli cənab prezident, son günlər sahibkarlığın inkişafı ilə əlaqədar və sahibkarlara edilən təzyiqlərlə əlaqədar verdiyiniz qərar və sərəncamlar bizdə çox yüksək ümid hissi yaratmışdır. Biz sizdən artıq dərəcədə xahiş edirik ki, bizim zavod barədə, Bakı Polad Döymə Açıq Səhmdar Cəmiyyəti barədə düzgün, ədalətli qərar verilsin, zavodumuz geri qaytarılsın, sahibkarlar əvvəlki yerinə qayıtsın, əvvəlki iş yerləri bərpa olsun, əvvəlki kimi yenə də istehsala başlayaq və Azərbaycanın iqtisadiyyatı üçün öz önəmli töhfəmizi verək, Azərbaycanın iqtisadiyyatını daha da gücləndirək. Ulu öndərimizin təbirincə desək, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Biz ümidvarıq ki, tezliklə bu məsələ öz həllini tapacaq və bizi bir vətəndaş kimi bizi sevindirəcəksiniz. Çox sağ olun. Mən Hüseynov Fazil Əlioğlu, Polad Töhmə Zavodunun kadrlar şöbəsinin rəisi kimi fəaliyyət göstərmişəm, işləmişəm. Orada gedən hadisələrin hamısının mən şahidiyəm. 2003-cü ilin iyun ayından Loğman Zülfiqarlı tərəfindən zavod özəlləşdirilmiş və ora investisiyalar qoyulmağa başlamışdır. Hörmətli prezidentimiz İlham Əliyev cənabları son dövrlərdə sahibkarlığın inkişafı üçün, onların demək daha da iş yerlərini açmaq üçün mühüm qərarlar vermişdir. Biz də bu qərarlardan ruhlanaraq istəyirik ki, bizim o müəssisəmizi geri qaytarsınlar. Ondan sonra biz orada gələk, öz işimizi, fəaliyyətimizi eləyək. Ondan istehsalımızla məşğul olaq, ailəmizi, uşağımızı dolandıraq. Bizə əsas verən, ruh verən hörmətli prezidentimiz cənab İlham Əliyevin son dövrlərdə sahibkarlığa verdiyi böyük qiymətdir, üstünlükdür. Biz də inanırıq ki, biz öz iş yerlərimizə qayıdacaq, yenə öz istehsalımızla məşğul olacaq.